ki, hal-hazırda Zilhiccənin ilk 10 günün içərisindəyik və salih əməl işləniləcək ən xeyirli günlərdir. Və bu salih əməllərin ən öndə gələni isə həcc ibadətidir. Sahabədən birisi soruşur ki, ey Allahın Resulü, hansı əməl daha fəzilətlidir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ilk olaraq Allah və Resuluna iman etməkdir. Sahabə yenə soruşur, ey Allahın Resulü, hansı əməl Allaha daha sevimlidir, daha fəzilətlidir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ikinci olaraq Allah yolunda cihad edir. Və sahabə üçüncü kərə yenə soruşur, ey Allahın Resulü, hansı əməl Allaha daha sevimlidir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, həcc etməkdir. Ya Rabbi, bütün müsəlmanlara məğrur və məqbul həcc ibadəti nəsib edir. Allahümme əmin.